Bu nəqşi Kərimidir ki, Usta Kərimi qumda bu nəqşəsi sərrah eləyibdir. Ələn bunun tərcim 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 rəngi var. Bu rəngi xıyda şirvəsinə bafəndiyə verilir və nəqşələri də xıyda bafəndiyə verilir. Gəlir kamil nəqşə bafəndiyə verilmir. Yəni 3 dənə nəqşə ya 4 dənə nəqşə veririk. Bir dənə sözə qalanda gəlir müzətdən 3-ün gəldi, 3-ün də payı. Məsələn, şumayı toxuyub. Məsələn, kamil nəqşə bafəndiyə verilir. Şumayı 6 bafəndənin övündədir. Bu qalır, bunlar çıxıbdır, gəldi müzətdən hər tərs nöqtə apayı. Və bəzi mövqə rəngamuzluqda ki, nəqqaş olar ki, bafəndə olar, rəhtə iştibah eləyir. Müsəltən fəş yerə düşəndən sonra deyirlər, bu rəngamuz yaxşı dəyərlidir. Bu rəng abi, məsələn, abinin yerinə səbz olsaydı behtərdir. Və gəlmişik biz bu təriqi ilə rəhləri əvəzləmişik. Misalən, bu da, gəlir misalən, ağdır, eləmişik bunu şübüd üstündə. Mavi və səbz eləmişik. Ta nəqşə gözəl və yaxşı gözə gələr və gözəl olar.